Günün xəbərləri. Nemət Pənahlı istintaq təcridxanasına köçürülüb. Ağdamlı qaçqınlar Cəlilabad rayon icra hakimi tərəfindən təqib olunduqlarını bildirirlər. Hərbçilər kompensasiya tələbi ilə çoxsaylı məhkəmə iddiaları qaldırıblar. Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı və tanışı Ceyhun Fərzulayev dünən Bakı istintaq təcridxanasına köçürülüblər. Bu barədə Obyektiv TV-yə Pənahlının vəkili Elçin Sadıqov məlumat verib. Elçin Sadıqov həmçinin onda bildirdi ki, Nəsimi rayon məhkəməsinin 10 yanvar 2011-ci il tarixli hökmündən apellyasiya şikayəti veriləcək. Xatırladaq ki, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı yanvarın 8-də mülki geyimli şəxslər tərəfindən saxlanılaraq Nəsimi rayon polis idarəsi 21-ci polis bölməsinə aparılıb. Pənahlının saxlanmasına səbəb yanvarın 7-sində vətəndaş Eldar Rızayevin polisə müraciəti olub. O, Mirəli Qaşqay küçəsində Pənahlı və onun dostu Ceyhun Fərzulayev tərəfindən yumruq və metal əşya vasitəsilə döyüldüyünü iddia edərək polisə müraciət edib. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 221.3-cü silah və silah qismində istifadə edilən əşyalar tətbiq etməklə xuliqanlıq etmə maddəsi ilə cinayət işi başlanıb. Yaxınlarının verdiyi məlumata görə, əslində Pənahlı namizəd kimi iştirak etdiyi 7 noyabr 2010-cu il parlament seçkiləri zamanı seçkilərdən sonra mətbuatda, xüsusilə də Nota Piyas qəzetlərində dərc olunan sərt fikirlərinə görə şərlənərək həbs edilib. Ehtiyatda və istifadə olan zabitlər İctimai Birliyinin sədri Yaşar Cəfərli yanvarın 12-sində sədri olduğu qurumun ofisində 2010-cu ildə Böyük Britaniyanın Azərbaycan səfirliyinin maliyyə dəstəyi ilə reallaşdırdıqları müdafiə və təhlükəsizlik sektorunda insan haqlarının müdafiəsinə praktik hüquqi yardım layihəsi çərçivəsində gördükləri işlər barədə məlumat verib. Layihə çərçivəsində hüquqlarını reallaşdırmaq üçün 2010-cu ildə birliyə 238 vətəndaşdan 365 məsələyə dair ərizə daxil olub. Daxil olan şikayətlər əşya əmlakı, istifadə olunmayan məzuniyyət, ərzaq əvəzinə pul kompensasiyaları, icbari dövlət sığorta ödəmələri, 3 qat əmək haqqı, mənzil, pensiya, müharibə veteranı, şəhid statusu verilməsi tələbləri ilə bağlı olub. Layihə çərçivəsində 238 nəfərdən 136 nəfərin qaldırdığı məsələlərin məhkəmələrə qədər qaldırılmasına razılıq verilib. 2010-cu ildə bu iddialarla bağlı 99 məhkəmə prosesində 125 məsələ araşdırılıb. Layihə çərçivəsində 56 məhkəmə prosesi başa çatıb, 46 məhkəmə prosesində iddiaçıların xeyrinə qərar çıxarılıb, 7 prosesdə cavabdeh tərəf haqlı sayılıb, 3 iş baxılmamış qalıb. Qazanılan 56 işdən 36-sı icraata yönəldilib deyə Birliyin sədri Yaşar Cəfərli bildirib. Cəfərli Birliyin Müdafiə Nazirliyi ilə münasibətlərində anlaşma yarandığını, verilən sorğulara cavablar verildiyini, bəzi hallarda hərbçilərlə bağlı problemlərin həllinə yardımcı olduqlarını da əlavə edib. Cəlilabadda məskunlaşmış Ağdam rayonundan olan qaçqın Əhmədovlar ailəsinin istirabı uzun illərdir davam edir. Ailə başçısının həbsi, oğlunun daxili işlər orqanlarından qovulması cəhdi, qızlarının işdən qovulması, digər qızının 2 övladının əlindən alınması cəhdi bu ailənin çəkdiklərini sadalamaqla bitmir. Bu barədə yanvarın 12-sində media mərkəzində keçirilən mətbuat konfransında ailə üzvləri son vaxtlar Əhmədovun 2 qızına qarşı hədlərin artdığından danışıblar. Onları Heydər Əliyev muzeyində işdən qovublar, indi isə onları qrup şəklində zorlama ilə hədələyirlər. Bütün hədələrin arxasında rayon icra hakimi Əziz Əzizov durur deyə ailənin maraqlarını müdafiə edən hüquq müdafiəçisi Ələkbər Məmmədov bildirib. Hər şey ailə başçısı Şəfa Əhmədovun evinə qaz çəkilməsi xahişi ilə rayon icra hakiminə müraciət etməsindən sonra başlayıb. Əzizov söz verib, amma sözünə əməl etməyib. Təkrar müraciətdən sonra icra başçısı Əhmədovu qovub. Bununla əlaqədar qaçqın dövlət başçısının adına məktub yazıb və poçtla göndərib. Lakin şikayət poçtda ələ keçirilib və yoxa çıxıb. Şəfa Əhmədov yenidən şikayət edib və bu dəfə 2010-cu il aprelin 8-də onu xuliqanlıq ittihamı ilə 3 il yarım müddətinə həbs ediblər. Onun həbsi Vüqar Bünyatov adlı şəxsin Əhmədovun işlədiyi yerli bazarda dava salmasından sonra baş verib.